Uşaqlar, bugün biz 7-ci sinifdə xlorid turşusu və natrium hidroksid, eyni zamanda sirkə turşusu və natrium hidroksid arasında reaksiya aparacağıq. Və reaksiyadan əvvəl xlorid turşusunun temperaturunu termometrlə ölçməliyik. Sonra reaksiya natrium hidroksid əlavə elədikdən sonra yenə temperaturu ölçməliyik. Və bizim belə bir cədvəlimiz var. O cədvəldə biz temperatur fərqlərini yazdıqdan sonra temperatur fərqinə görə reaksiyanın egzotermik, endotermik olduğunu müəyyənləşdirməliyik. Deməli, kolbadakı xlorid turşusudur. Bir dənə termometrlə onun temperaturunu ölçək. Ölçdük. Necə yazdıq uşaqlar? 20 dərəcə Selsidir. İndi biz bura natrium hidroksid əlavə edək. Yəni xlorid turşusu ilə natrium hidroksid arasında reaksiya aparmalıyıq. Əlavə edə, biraz da tök oğlum, tök. Reaksiya getməyə başlayır. Görürsünüz? Artıq burada neytrallaşma reaksiyası gedəcək. Natrium hidroksidlə kalium natrium OH arasında reaksiya gedir. Reaksiya getdikdən sonra biz termometrlə yenə gəlin ölçək. Yenə qızım ölç baxaq. Termometr görürsünüz qalxmasın. Baxın. Baxın, qalxır hələ. Termometrin qalxması nəyə göstərir? Reaksiya gedir, temperatur artır, baxın. Temperatur artır. Və baxaq indi. Oldu 35 dərəcə. Yazaq, 36 dərəcə. Qeyd edin 36 dərəcə. İndi fərqi tapın uşaqlar görüm. Səma tap görək fərqi. 16 dərəcə. İndi deməli bu reaksiya egzotermik reaksiyadır, yoxsa endotermik reaksiyadır? 16 dərəcə əlavə burada enerji fərqi var. Deməli, ayrılır. Xeyr, egzotermik reaksiyadır. Çünki oradan istilik ayrılıb. Uşaqlar, indi ikinci reaksiyamızı aparırıq. Sirkə turşusudur. Kolbadakı sirkə turşusuna termometri qoyaq və dərəcəyə baxaq. Temperatur neçədir uşaqlar burada? 2 tam 10'da 3. Yəni 24. Yazın uşaqlar. Bəli. İndi yenə onun üzərinə natrium hidroksid əlavə eləyib reaksiyanı neytrallaşdıraq. Natrium hidroksidi əlavə elə. Sirkə turşusuna natrium hidroksid arasında neytrallaşma reaksiyası baş verəcək. İndi yenə termometri ora daxil edirik. Müşahidə edək. Uşaqlar, reaksiyanı aparandan sonra görürük ki, 24 dərəcədən qalxır 26 dərəcəyə. Yenə dərəcəni yazaq. İndi fərqi tapaq uşaqlar. İndi nə başa düşdük? Reaksiya egzotermik reaksiyadır, yoxsa endotermik reaksiyadır? Egzotermik. Bəli, biz bilirik ki, neytrallaşma reaksiyaları egzotermik reaksiyalardır. Əgər neytrallaşma gedirsə, pH göstəricimiz nəyə bərabər olur? 7. Əvvəlcə, məsəl üçün, biz tuş mühitin müəyyənləşdik. Tuş mühitdə pH neçə olur? pH 7-dən böyük olur. Kiçik olur. Bəs qələvi mühitdə? 7-dən böyük olur. Bəli, neytrallaşma zamanı pH'lar necə olur? Bərabər. Bəli.